yoxdur. Mən düşünürəm ki, o ailə ideal ailə sayıla bilər ki, qadınların orada xüsusi yeri olsun, qadınlar xüsusi məhəbbətlə əhatə olunsun və çalışmışam ki, indi axı mən bunu efirdən danışıram, evdə də dinləyirlər ya. Mən çalışmışam ki, mən buna həyatım boyu özüm də əməl edim ki, sözümün təsiri daha çox olsun. Ümumiyyətlə, qadına qarşı zorakılıq sözünü işlətməkdən belə çəkinirəm bu ifadəni. Qadın və zorakılıq anlayışları bir-birinə tam ziddir. Qadın və insanın ümumiyyətlə sevgiyə ehtiyacı var və qadınlardan, xanımlardan, qız övladlarımızdan bu sevgini əsirgəməyək ki, gələcəyimiz haqqında ümidli ola bilək, pozitiv ola bilək. Necə gözəl ifadə elədiniz fikirlərinizi. Hacı, sonda bir kəlmə ilə də deyin, fikrinizi ifadə edin. Qızın varsa nəyin var? Mən deyərəm ki, qızın varsa sən valideynlik hissini yaşaya bilirsən tam anlamda. Mən danışıram bəzən, qız övladı olmayan deyir ki, elə bir ki, necə deyim, bir atalar xüsusilə bir natamamlıq hiss edirəm. Yəni, qızın varsa doğrudan da sənin həyatda sevincin var.